Hər kəsə salam. Bu gün mən sizə mövzu sınağı 2-nin izahını verəcəm. Bu mövzu sınağı adi və onluq kəsrlər və üçbucaqlar mövzusunu əhatə edir. Baxaq birinci suala. Deyir ki, traktor birinci gün sahənin 5də 2 hissəsini, ikinci gün qalan hissənin 3də 1 hissəsini şumladı. 40 hektar şumlanmamış sahə qaldı. Bütün sahə neçə hektardır? Əvvəlcə bütün sahəni x götürək. Birinci gün deməli, bu x hektar sahənin 5də 2 hissəsini şumlayır. Deməli, birinci gün olacaq 5də 2 vurulsun x. Yəni, bu qədər sahə şumlayıb. İkinci gün deyir, qalan hissənin 3də 1-ini. Birinci gün 5də 2 vur x şumlayıbsa, qalan sahə olacaq x minus 5də 2 x. Bunun deyir, yəni bu qalan sahənin 3də 1-ini. Vuracaq 3də 1-ə. Olacaq, x-dən 5də 2 x çıxsaq, olacaq 5də 3 x. Vursaq 3də 1-ə, bunlar ixtisar gedər, qalar 5də 1 vurulsun x. Deməli, birinci gün 5də 2 x şumlanıb, ikinci gündə 5də 1 x. Qalan sahə olacaq x minus 5də 2 x, üstə gəl 5də 1 x. Bərabərdir 40, yəni bunu bizə verir, burada 40-dır. Buradan 5də 2 x ilə 5də 1-i toplasaq, olacaq 5də 3 x, x-dən çıxsaq 5də 3 x-i bərabər olmalıdır 40-a. Buradan 5də 2 x bərabərdir 40, x də bərabərdir 40-ı vururuq 2də 5-ə. İxtisar isə olacaq 100. Deməli, bütün sahə elə 100 hektardır, D variantı. Baxaq növbəti məsələyə. Deyir ki, hesablayın. Surətdə verib 0,2 dövrdə 3 plus 1,5 bölünsün 0,4 9 minus 15-də 14. Surətdə qarışıq dövrü onluq kəsirdir. Bunu adi kəsir çevirsək olacaq 90-da 23 çıxılsın 2. Bunu da adi kəsir çevirsək olacaq 1,5. Bunu da ixtisar etsək 1,2-də 1. Məxrəcdə olur 9-da 9 çıxılsın 15-də 14. Olacaq 90-da 21. Üstə gəlinsin. Bunu da qarışıq ədədə çevirək. Olacaq 2-də 3. 9-da 9 1-dir. 1-dən çıxmayıq 15-də 14-dür. Bunu ixtisar etsək, 3 ixtisar etsək 30-da 7 olacaq. 30-da 7 ilə toplamayıq 2-də 3-ü. 1-dən 15-də 14 çıxanda 1 15-də 15-də, 15-də 15-dən 15-də 14 çıxsa olur 15-də 1. Bunlar ortaq məxrəcə gətirirsə 30 olacaq. 30-da 7 plus 45 bölünsün 15-də 1. Bərabər olur. Olacaq 30-da 52 vuruz. Yəni 15-də 1-ə bölmək 1-də 15-ə vurmaq deməkdir. Bunu da ixtisar etsək, bura düşəcək 2. 2 ilə 52 ixtisar etsək olacaq 26. Burada doğru cavab 26-dır. A variantı. Baxaq 3-cü suala. Deyir ki, ABC üçbucağında BD tənböləndi. Buradan işarə edək. Deməli, BD tənböləndirsə, bu bucaqlar bir-birinə bərabərdir. AB 6-dır, BC 9, AC 12. Yəni, buradan bura qədər məsafə 12-dir. Deyir, AD parçasının uzunluğunu tapın. AD-ni x götürsək, onda DC olacaq 12 minus x. Biz də bilirik ki, üçbucaqda, yəni təpədən qarşı tərəfə çəkilmiş tənbölən tərəflərlə mütənasib hissələrə ayrılır. Yəni, buradan nisbəti yazaq. Olacaq belə, AB-nin AD-yə nisbəti bərabər olmalıdır BC-nin DC-yə nisbəti. AB 6-dır. AD-ni x götürmüşük. 6-nın x-ə nisbəti bərabər olmalıdır. BC 9-dur. 9-un DC-ni də götürmüşük 12 minus x. İndi bu tənasübdə çarpaz vurub yazırıq. Olacaq x-i 9-a vursaq 9x bərabər olmalıdır. 6 vurulsun 12 minus x-i. Buradan 9x bərabərdir. 72 minus 6x. 6x-i keçirsək sola olacaq 9x plus 6x bərabərdir. 72. 15x bərabər olur. 72-yə x də bərabərdir. 15-də 72. 3-ə ixtisar etsə bura düşəcək 5. Bura düşəcək 24. 4 tam olur 5-də 4. Onluq kəsirlə verib cavablarda. Olacaq 4,8. Doğru cavab C variantıdır. Katetləri 6 cm və 8 cm olan düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş hündürlüyünün uzunluğunu tapın. Bir dənə düzbucaqlı üçbucaq çəkək burada. Katetləri 6 və 8 olsun. 6, 8. Sonra deyir ki, hipotenuza çəkilmiş hündürlük. Hipotenuza bir dənə hündürlük çəksək, belə. Bu olsun h. Yəni, biz bu hündürlüyü tapmalıyıq, yəni h-ı tapmalıyıq. Hipotenuzu S ilə işarə edirəm. Baxın, bu düzbucaqlı üçbucaqda Pifagor teoreminə görə olacaq 6-nın kvadratı, üstəgəl 8-in kvadratı bərabərdir S-nin kvadratı. Buradan S-nin kvadratını alırıq, olur 100. S və bərabər olur 10-a. Deməli, hipotenuzun uzunluğu oldu 10. Deməli, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük, baxın, bu düsturla hesablanır. Katetləri H-sini bölürük hipotenuza. Yəni, katetləri AB, yəni A6-dır, B-də 8-dir, C-də hipotenuz. Gətirək yerinə yazaq. A6 vur 8, olacaq bölünsün 10. 48 böl 10, bu da verir 4,8. B variantı. Baxaq 5-ci suala. Hesablayın. Deməli, burada əvvəlcə, baxın, bu hər bir mötərizəni açacağım mən burada. 1 üstəgəl 2də 1. Olacaq 1,2də 1, yəni 2də 3 vurulsun. 1-dən 3də 1 çıxsaq, olacaq 3də 2.
1'in üzərinə 4də 1 gələndə olur 4də 5. 1-dən 5də 1 çıxırıq. Olur 5də 4 və s. nöqtələr. Baxın, buradan 1 plus %1 olur %101. Buradan yazacağım %101. Bundan əvvəl 2 dənəsini də yazacağım. 1 üstəcə %1-dən əvvəl olur 1 çıxılsın 99-da 1. Yəni olur burada əvvəlki 99-da 98. Bundan da əvvəli olacaq 1 üstəcə 98-də 1. Olur 98-də 99. Yəni bunu sizə göstərmək üçün əvvəldən 2 dənəsini yazın. Baxın, burada ixtisar edəcək. 3 ilə 3, 5 ilə 5, 4 ilə 4. Bu 98-dən bu 98 ixtisar edir. 99 ilə də bu 99 ixtisar edir. Baxın, burada bir dənə %101 qalır. Yəni bu məsələnin cavabı olur %101. Yəni bura qədər hamısı ixtisar olunur, 1 qalır. %101, bunu da onluq kəsir çevirsək olacaq 1 tam %1. Doğru cavab C variantı. Baxaq 6-ya. Sinifdə 28 şagird var. Sinifə daha 7 qız gəldikdən sonra oğlanlar qızların 5-2 hissəsi oldu. Əvvəlcə sinifdə neçə qız var idi? Deməli, buradan yazaq. Qızların sayı olsun A. Oğlanların sayı da olsun B. İndi 28 şagird olduğuna görə A ilə B-nin cəmi olmalıdır 28. Yəni qızlarla oğlanların sayı 28-dir. Deyir, sinifə daha 7 qız gəldi. Sinifdə əvvəl A sayda qız var idi. 7 qız gəldikdən sonra qızların sayı olacaq A plus 7. Oğlanların sayı da B-dir. Yəni B-dir. Deyir ki, oğlanlar qızların 5-də 2 hissəsi oldu. Yəni qızlar B-dirsə, bu A plus 7-nin, yəni qızların sayının 5-də 2 hissəsi. Yəni olacaq B bərabərdir. 5-də 2 vurulsun A plus 7. İndi biz burada sadələşdirmə aparaq. Hər tərəfi 5-ə vursaq olacaq 5B bərabərdir. 2A plus 14. Buradan 2A-nı keçirsək sol tərəfə olacaq 5B minus 2A bərabərdir 14. Bir də biz burada almışdıq ki, A plus B 28-dir. Bunu da yazaq. A plus B bərabərdir 28. Yəni biz bu sistemi həll etməliyik. İkinci tənliyə 2-yə vururam hər tərəfi. Olacaq belə 5B minus 2A bərabərdir 14. Olacaq 2A plus 2B bərabər 28-i də 2-yə vursaq olacaq 56. Mən bunları tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda 2A-lar islah olunur. Qalır 5B üstəcə 2B, 7B. 16 ilə də 54, 14 ilə də 56-nı toplasaq olacaq 70. Buradan B bərabərdir, alırıq 10. Necə burada yerinə yazaq. B 10-dursa A olacaq. 28-dən 10-u çıxırıq, olacaq 18. Bizdən qızların sayını soruşur. Yəni əvvəlcə qızların sayı 18 idi. Doğru cavab B variantı. Baxaq 7-yə. Deyir ki, məxrəcə 135 olan neçə düzgün ixtisar olunan kəsir var. Deməli, biz əvvəlcə 135-yə sadə vurğulara ayırırıq. 3-ə bölsək, düşəcək 45, 3-ə bölürük 15, 3-ə bölürük 5, 5-i də 5-ə bölürük 1. Deməli, burada yazaq, 135 bərabərdir 3 üstü 3 vurulsun 5 üstü 1. Bizim yəni belə düsturumuz var idi ki, 135 vurulsun 1 çıxılsın, bu sadə vurğunun tərsi olacaq 3-də 1, 1 çıxılsın 5-də 1. Yəni bu düstur məxrəci 135 olan ixtisar olunmayan düzgün kəsirlərin sayını tapır. Yəni biz bu düsturla ixtisar olunmayan düzgün kəsirlərin sayını tapırıq. Buradan tapaq 135 vurulsun. 1-dən 3-də 1 çıxırıq, olur 3-də 2. 1-dən 5-də 1 çıxırıq, olur 5-də 4. Bunları ixtisar etsək 15-ə, 135-ə 15-ə bölsək 9, 18, 4-ə vursaq 72. Deməli, buradan yazaq. Məxrəci 135 olan 72 dənə ixtisar olunmayan düzgün kəsir var. İxtisar olunmayan. Buradan yazaq. İxtisar olunmayan düzgün kəsir. İndi baxın, məxrəcə 135 olan düzgün kəsirlərin sayı neçədən nədir? 135-də 1-dən başlayır, 135-də 134-ə kimi gedir. Yəni, ümumilikdə məxrəcə 135 olan 134 dənə düzgün kəsir var. Bu 134 dənə düzgün kəsirdən 72 dənəsi ixtisar olunur. Üzr istəyirəm, ixtisar olunmur. Buradan yazaq olunmur. Onda bizdən ixtisar olunanların sayını soruşur. Yəni, ümumidən düzgün kəsirlərin sayından çıxıram ixtisar olunmayanların sayını, qalır 62. Yəni, 62 dənə də ixtisar olunan düzgün kəsir var. İxtisar olunan. Buradan yazaq. Deməli, doğru cavab B variantı. Baxaq 8-ci suala. Deyir ki, 4n minus 5 bölünsün 2n plus 17 kəsiri n-in neçə natural qiymətində düzgün kəsir olar? Deməli, düzgün kəsirlər sürət məxrəcdən kiçik olan kəsirlərdir. Yəni, 4n minus 5 burada kiçik olmalıdır 2n plus 17-dən. 2n-i sola mənfi 5-i sağa çəkdirsək, olacaq 4n çıxılsın 2n kiçikdir 17 plus 5-də. Buradan alırıq ki, 2n kiçikdir 22-dən, n də kiçikdir 11-dən. Burada bir istisna hal kimi, deməli, n 11-dən kiçik olmalıdır. Natural ədəd olması üçün 0-dan böyük olur, yəni 0-dan 11 aralığında. Həmçinin burada bir istisna hal da var. Məsələn, n-ə 1 versəz, baxın, n-ə 1 verəndə sürət mənfi olur. Yəni, mənfi ola bilməz də sürət. Ona görə bu istisnadır, yəni kənar həldir. Deməli, 2-dən başlayır. 2, 3,
4, 5, 6, 7, 8, 9, bir də 10 ola bilər. Yəni n-in baxın bu qiymətlərində verilən kəsir düzgün kəsir olar. Bunların sayını soruşur bizdən 2, 4, 6, 8, 9 dənədir. C variantı. Baxaq 9-cu məsələ. Deyir ki, 1 bölünsün 12 kiçikdir 1 bölünsün x kiçikdir 5-də 2 olarsa deyir x-in ala biləcəyi natural qiymətlərin sayını tapın. Əvvəlcə sol tərəfi götürək 1 böl 12 kiçikdir 1 böl x-ə. Yəni bu bərabərsizliyi həll etsək, alarıq ki x kiçikdir 12-dən. Sağ tərəfi götürək 1 böl x kiçikdir 5-də 2. Bu bərabərsizlikdən də alarıq ki x böyükdür 5-də 2-nin tərsi olacaq 2-də 5, yəni 2 tam 10-da 5-dən. İndi ümumilikdə yəni x böyük olmalıdır 2 tam 10-da 5-dən, kiçik olmalıdır 12-dən. Bu bərabərsizliyi ödəyən natural qiymətlərin sayı, yəni x olmalıdır 3, 4, 5, 6, 7, 8, 9, 10, bir də olacaq 11. Bunların sayını soruşur, sayı da olacaq 9. C variantı. Baxaq ona. Bunu hesablamalıyıq. 18-də 1, üstəgəlsin 54-də 1, 108-də 1, üstəgəlsin 180-də 1. Əvvəl bu üçünü toplayaq, yəni bir qruplaşdıraq. Bunların üçünə də ortaq məxrəc elə 108 olur. 108-də 18-də bölsək düşər 6, 54-də bölsək düşər 2, elə bu da olur 1. Üstəgəlsin 180-də 1. Bu olacaq 108-də 9, üstəgəlsin 180-də 1. Bunlar 9-a ixtisar etsək düşər 12-də 1. Yəni biz 12-də 1 ilə 180-də 1-i toplamalıyıq. 12 ilə 180-ə ortaq məxrəc elə olacaq 180. 12-yə bölsək düşər 15. Üstünə də 1 gəlir, olar 16. 180-də 16. 4-ə bölsək 4, burada düşər 45. 45-də 4. Doğru cavab A variantı. Baxaq 11-ə. Deyir ki, 0,8 hissəsi 20 olan ədədin 5-də 3 hissəsini tapın. Əvvəl biz 0,8 hissəsi 20 olan ədədi tapaq. Yəni 20-ni bölməliyik 0,8-ə. 20-ni vurarıq 8-də 10-a. 4-ə bölsək 2, 4-ə bölsək 5, 2 ilə 10-u ixtisar etsə bura düşər 5, 5-i də 5-ə vurarıq 25. Demək 0,8 hissəsi 20 olan ədəd 25-dir. Deyir bu ədədin 5-də 3 hissəsini tap. Yəni 25-in 5-də 3 hissəsini tapmaq üçün 25-i 5-də 3-ə vururuq. İxtisar etsək bura düşər 5, 5-i də 3-ə vururuq, olacaq 15. A variantı. Baxaq 12-ci məsələ. Deyir ki, təpə bucağı 120 dərəcə olan bərabər yanlı üçbucağın oturacağı 18 cm-dir. Oturacağa endirilmiş hündürlüyün uzunluğunu tapın. Bir dənə bərabər yanlı üçbucaq çəkək burada. Aha. Deyir ki, təpə bucağı 120-dir. Baxın, bu bucaq 120-dir. Bərabər yanlı üçbucağın oturacağı 18-dir. Buranı verib 18. Oturacağa endirilmiş hündürlüyü tapın. Buradan bir hündürlük çəkək. Bərabər yanlı üçbucağın xassəsinə görə bilirdik ki, bərabər yanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Baxın, bura alfadırsa, burada alfadır. Onda bu üçbucağın, yəni böyük üçbucağın daxili bucaqları nə olacaq? Alfa, üstəgəl təpədəki bucağı verib də 120. Yəni, bunların cəmi olmalıdır 180 dərəcəyə. Yəni, üçbucağın daxili bucaqların xassəsinə görə. Buradan alırıq ki, 2 alfa bərabərdir. 180-dən 120 çıxarıq 60. Alfa da bərabər olur 30-a. Deməli, oturacağa bitişik bucaqları, baxın, alfanı tapdıq. 30, 30-dur. İndi bir də digər xassəsi nə idi? Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş, yəni hündürlük həm median, həm də tən böləndir. Deməli, baxın, bu h hündürlüyü həm median olacaq, həm də tən bölən olacaq. Median olduğuna görə, baxın, bu oturacaq 18-dir. Median çəkildiyi tərəfi yarıya bölür də, yəni bu hissələr bir-birinə bərabər olacaq. Bütöv oturacaq 18 olduğuna görə bunlar 9-9 bölünəcək, yəni yarıya bölünəcək. Deməli, baxın, burada bu üçbucaq, baxın, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Çünki bu h hündürlükdür. İndi burada düzbucaqlı üçbucağın xassəsinə görə 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni bu hündürlük h-dırsa, hipotenuz olmalıdır 2h. Çünki 30 dərəcə bucaq qarşısındakı katet, yəni h, hipotenuzun yarısına bərabərdir. Yəni bura h-dırsa, onda hipotenuz da olacaq 2h-a. İndi burada biz Pifagor teoremini tətbiq edək. Olacaq, baxın, katetin biri 9-dur bu hissə. Olacaq 9-un kvadratı, üstəgəl h-ın kvadratı bərabər olmalıdır 2h-ın kvadratına. Buradan 81 üstəgəl h-ın kvadratı bərabərdir 4h-ın kvadratına. H kvadratını sağa keçirsə olacaq 81 bərabərdir 3h-ın kvadratına. H-ın kvadratı da bərabər 81-i 3-ə bölsə olacaq 27. H da bərabər olur kök altında 27. Kök altında 27-dən 27-nə 9 vur 3 kimi yazarıq. Buradan hər tərəfə, yəni bu vuruqları kökün altına salsaq olacaq kök altında 9 vurulsun kök altında 3. Kök altında 9-dan 3 çıxır, olur 3 kök altında 3. Deməli bizdən, baxın, oturacağa endirilmiş hündürlüyü soruşurdu. Yəni h-ı soruşurdu. Bu h-ı soruşurdu. H oldu 3 kök altında 3. C variantı. Baxaq 13-cü məsələyə. Deyir ki, ABC üçbucağının A və C təpələrindən çəkilmiş tənbölənlər M nöqtəsində kəsişir. Bucaq ABC 110 dərəcə olarsa, bucaq AMC-ni tapın. Yenə bir dənə üçbucaq götürək.
belə. Olsun. Bura olsun A, B, C. Deyir ki, tənbölənlər M nöqtəsində kəsir. Bir dənə tənbölən çəkək M təpəsindən. Bir dənə də C təpəsindən tənbölən çəkək burada. Deməli, bu tənbölənlər M nöqtəsində kəsir. Tənbölənlər olduğuna görə, baxın, bucağı yarıya böləcək. Bura alfadırsa, burada alfa olacaq. Bu bucaq betadırsa, bu bucaq da beta olacaq. Çünki bunlar tənböləndir. Bir də təpədəki bucağı verib, yəni ABC bucağını verib 110 dərəcə. Bizdən AMC-ni soruşur. Baxın, AMC-ni. Buranı yazaq X bucağı. Yəni biz X bucağını tapmalıyıq. Əvvəlcə baxın, ABC üçbucağına baxıram. ABC üçbucağının daxili bucaqları alfa. Biri 2 alfadır, digəri 2 beta, digəri də 110 dərəcədir. 3 dənə bucaqdır. Yəni üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunları üçünü də toplayıb 180 dərəcəyə bərabər edir. Buradan 2-ni mörtəzi xaricinə çıxarsam olacaq alfa plus beta bərabərdir. 110-u da keçirdirəm sağ tərəfə, olacaq 180 minus 110, yəni 70 dərəcə. Hər tərəfi 2-yə bölsəm olacaq alfa plus beta bərabərdir. 70-i 2-yə bölürük 35. Deməli, alfa ilə betanın cəmi 35. İndi baxın, bu bucağa baxıram. Bucağa yox, daha doğrusu 3 bucağa baxaq. AMC üçbucağına. AMC üçbucağının daxili bucaqlarının biri alfadır, digəri betadır, digəri də x'dir. İndi yenə burada daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. Bu xassədən istifadə edib yazıram. Alfa plus beta plus x bərabər olmalıdır 180 dərəcəyə. Alfa ilə betanın cəmini baxın, biz əvvəl tapmışıq 35-dir. Gətirib yerinə yazırıq. Olur 35 plus x bərabər olur 180-ə. Buradan x-i tapırıq, 180-dən çıxırıq 35-i, olur 145 dərəcə. Bizdən elə x bucağını, yəni AMC bucağını soruşurdu, 145 dərəcə olur. Baxaq 14-ə. Üçbucağın iki bucağının cəmi üçüncü bucağına bərabərdir. Bu üçbucağın böyük tərəfi 12 cm olarsa, böyük tərəfə çəkilmiş medianın uzunluğunu tapın. Deməli, mən bu üçbucağın bucaqlarını götürürəm. Birini alfa, digərini beta, üçüncünü də gamma götürürəm. Deyir ki, iki bucağının cəmi, tutaq ki, alfa ilə betanın cəmi bərabərdir üçüncü bucağa, yəni gammaya. Bunu götürdüm. İndi daxili bucaqlarının cəmi olmalıdır 180 dərəcə. Yəni alfa plus beta plus gamma bərabər olmalıdır 180 dərəcə. Burada alfa ilə betanın cəmi gammadır. Gətirib burada yerinə yazacağım. Olacaq gamma plus gamma bərabərdir 180-ə. Buradan alırıq 2 gamma bərabərdir 180, gamma da bərabərdir 90 dərəcə. Deməli, mən aldım ki, bu üçbucaq düz bucaqlı üçbucaqdır. Bucaqlarından biri 90 dərəcədir. İndi düz bucaqlı üçbucağı çəkək burada. Deməli, bu üçbucaq, düz bucaqlı üçbucaqda bucaqlarından biri 90 dərəcədir. Bunu bildik. Böyük tərəfi 12 cm olarsa, bilirik ki, düz bucaqlı üçbucaqda böyük tərəf hipotenuzdur. Yəni, düz bucağın qarşısındakı tərəfdir. Deməli, hipotenuz olur 12 cm. Böyük tərəfə çəkilmiş medianın uzunluğunu tapın. Yəni, hipotenuza çəkilmiş medianın uzunluğunu tapmalıyıq. Biz bilirik ki, düz bucaqlı üçbucaqda hipotenuza çəkilmiş median elə hipotenuzun yarısına bərabər. Yəni, burada olur ki, m bərabərdir 12 bölünsün 2, yəni 6 cm. Burada 14-də doğru cavab 6-dır. Baxaq 15-ci məsələyə. Şəkildə verilənlərə görə deyir, AB parçasının uzunluğu neçə santimetrdir? AB parçasını tapmalıyıq. Burada bir x yazaq. Baxın, burada bir əlavə bir iş görməliyik. Yəni, burada A-na C-ni birləşdirirəm. Baxın, bunu birləşdirdim. Burada 2 dənə üçbucaq əmələ gəldi. Əvvəlcə ADC üçbucağına baxıram. Baxın, bu üçbucağa baxıram mən. Bu üçbucaq düz bucaqlı üçbucaqdır. Çünki baxın, burada verib şəkildə. Bucaqlarından biri 90 dərəcədir. Baxın, ADC 90 dərəcədir. İndi burada katetləri AD ilə DC-dir, hipotenuz da AC-dir. Katetlərini verib. AD 5-dir, DC də 10 kök altı 2-dir. Mən Pifagor teoreminə görə AC-ni tapacağım. AC olacaq kök altında katetlərin kvadratlarının cəmi. 5-in kvadratı olur 25, 10 kök altında 2-nin kvadratı. Baxın, 10 kök altında 2-nin kvadratı. Burada olacaq 10-un kvadratı, yəni 100. Vurulsun kök altında 2-nin kvadratı. Kök altında 2-nin kvadratı elə 2-yə bərabərdir. Olacaq 200. Buradan yazaq 200. 25 ilə 200'ü toplasa olur 225. Kök altında 225'dən də çıxır 15. Çünki 15'in kvadratı 225. Deməli, AC oldu 15. İndi burada mən baxın, ABC üçbucağına baxıram. Bunu da belə qırmızı ilə göstərim. Baxın, bu üçbucaqdır. Baxın, ABC üçbucağı. Bu ABC üçbucağı da düz bucaqlı üçbucaq. Çünki baxın, burada verib göstəribdir. ABC 90 dərəcədir. Onda burada AC hipotenuz olur 15'dir. BC də katetdir. AB də katetdir. Gəlin, indi burada Pifagor teoremi tətbiq edək. Olacaq x-in kvadratı. Üstə gəl. BC-nin kvadratı, yəni 12-nin kvadratı 144 bərabərdir 15-in kvadratı, yəni 225-ə. Buradan x-in kvadratı bərabər olacaq. 225-dən çıxırıq 144-ü. X-in kvadratı bərabər olur 81-ə. X də bərabər olur kök altında 81, yəni 9-a. Bizdən AB parçasının uzunluğu soruşurdu. AB elə 9 idi də, yəni x-dir. Olacaq 9.
Baxaq 16-cı məsələyə. Deyir ki, ABC üçbucağında BH AC-yə perpendikulyardır. Baxın, şəkildə də göstərə bilər, düz bucaqdır. AH 6-dır. BC-ni verib 8 kökatı 2. BC A 45 dərəcədir. AB tərəfinin uzunluğu neçə santimetrdir? Baxın, BH AC-yə perpendikulyar olduğuna görə baxın bu bucaq düz bucaqdır. Yəni burada göstərək 90 dərəcədir. İndi baxın burada BHC üçbucağına baxıram. Baxın BHC üçbucağında bucaqların biri 45 dərəcədir. Onda digər bucaq, yəni iti bucaq da olacaq 45 dərəcə. Çünki BHC düz bucaqlı üçbucaqdır. Bu bucaqlar iti bucaqlar. İti bucaqların cəmi 90 dərəcədir. Yəni iti bucaqlardan biri 45 dərəcədir, digəri də hökmən olmalıdır 45 dərəcə. Deməli biz aldıq ki, BHC düz bucaqlı üçbucaq həm də bərabər yanlış bucaq. Çünki oturacağa bitişik bucaqlar bərabərdir. Yəni BH ilə HC bir-birinə bərabərdir. Buradan yazıram. BH bərabərdir HC-yə. İndi burada bunlara da Y götürək yazaq. Yəni bura Y-dirsə, burada Y-dir. Bərabərdir Y. Burada Pifaqor teoremini tətbiq edək. Katetlər hər ikisi Y-dir. Hipotenuz da 8 kökatlı 2-dir. Olacaq Y-in kvadratı üstə Y-in kvadratı bərabərdir 8 kökatda 2-nin kvadratı. Bunu da belə yazaq. Olacaq 2Y-in kvadratı bərabərdir 64 vurulsun 2, yəni 128. Hər tərəfi 2-yə bölsək olacaq Y-in kvadratı 64-ə. Y də bərabər olur 8-ə. İndi buranı silib yazaq. Baxın, bura ilə bura, yəni bir-birinə bərabərdir 8-dir hər tərəf. İndi bizdən X-i soruşur. Deməli, indi AHB düz bucaqlı üçbucağına baxıram. Baxın, bu düz bucaqlı üçbucağa baxıram. Burada yenə AB hipotenuzdur, yəni X-dir. AH katetdir, BH də katet. İndi burada Pifaqor teoremini tətbiq edirəm. Olacaq 6-nın kvadratı üstə 8-in kvadratı bərabərdir X-in kvadratına. Olacaq 100 bərabərdir X-in kvadratına. X də bərabər olur 10-a. Deməli, doğru cavab 10-dur. Baxaq 17-yə. Deyir, n-in neçə natural qiymətində verilən kəsir, yəni 5n kvadrat üstə gəlsin 5n çıxılsın 12 bölünsün n plus 1 kəsirin qiyməti natural ədəddir. Baxaq, burada surətdə, baxın, bu cəmdən 5n-i mötərizə xaricinə çıxardıram. Olacaq n plus 1 çıxılsın 12 bölünsün n plus 1. İndi surətdə mən bunları tək-tək n plus 1-ə bölürəm. Olacaq belə, 5n vurulsun n plus 1 bölünsün n plus 1 çıxılsın 12 bölünsün n plus 1. n plus 1 nə? Bu n plus 1 ixtisar olunur. Qalır 5n çıxılsın 12 bölünsün n plus 1-ə. Deməli, bizdən soruşur ki, n-in neçə natural qiymətində bu kəsir natural ədəd olar? İndi biz əvvəlcə baxmalıyıq ki, bu kəsirin qiyməti natural ədəd olsun. Və natural ədəd olması üçün n plus 1 12-nin bölənləri olmalı. Yəni, buradan alırıq ki, n plus 1 bərabər olmalıdır 1-ə. Buradan alırıq ki, n bərabər olur 0-a. Daha sonra n plus 1 bərabər olmalıdır 2-yə. Buradan alırıq ki, n bərabərdir 1-ə. Daha sonra n plus 1 bərabər olmalıdır 3-ə. N bərabər olur 2-yə. N plus 1 bərabər olmalıdır 4-ə. Buradan alırıq n bərabər olur 3-ə. N plus 1 bərabər olmalıdır 6-ya. N bərabər olur 5-ə. N plus 1 bərabər olmalıdır 12-yə. N də bərabər olur 11-ə. İndi baxaq. Baxaq, n 0 olanda, baxın, bu hissə 0 olur. Bu hissədə 12 olur. 0-dan 12 çıxanda mənfi ədəd alınır. Yəni, natural ədəd alınır. Deməli, baxın, 0 yaranır. N-in yerinə 1 yazsaq. N-in yerinə 1 yazsaq. Burada 5-i 1-ə vursaq olacaq 5. 12-ni 2-yə bölsək 6 düşəcək. 5-dən 6 çıxanda da mənfi 1 alınır. Yenə mənfi ədəd alınır. Yəni, tam ədəd alınır. Natural ədəd alınmır. N bərabərdir 1 də olmadı. Baxaq. N bərabərdir 2 olanda. N-in yerinə 2 yazsaq. 5-i 2-yə vurarıq 10 çıxılsın. N-in yerinə 2 yazanda bu olacaq 4. Yəni 12-ni 3-ə bölürük 4 düşür. Ondan 4 çıxanda 6. Deməli bu yarıyır. 3 olsa n-in yerinə 3 yazsaq 15. 15-dən çıxırıq. N-in yerinə 3 olanda məxrəc olur 4. 12-ni 4-ə böləndə 3. Baxın, bu da natural ədəd. Bu da ödəyir. N-in yerinə 5 yazsaq olacaq 25 çıxılsın. 12-ni 6-ya bölsək 2. Bu da natural ədəddir. N-in yerinə 11 yazsaq 11-i 5-ə vurarıq. 55 çıxılsın 1 düşəcək. Yəni bu da natural ədəd olur. Deməli, n bərabərdir 0, bir də n bərabərdir 1. Bunlar kənar həllərdir. Doğru həllər 2, 3, 5, bir də 11 olur. N-in neçə natural qiymətində deyir? 4 dənə natural qiymətində ödənir. Doğru cavab 4. Baxaq 18-ə. Deyir ki, məxrəcə 140 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Deməli, biz qaydanı bilirik ki, ixtisar olunmayan düzgün kəsirin məxrəcinin sadə vuruqları yalnız 2, yalnız 5, 2 və 5-lərdən ibarət olarsa, həmin kəsiri sonlu onluq kəsir şəklində yazmaq mümkündür. Yəni, 2 və 5-dən başqa digər hər hansı bir vuruq olarsa, bu kəsir olacaq sonsuz dövr onluq kəsir. İndi biz 140-ı sadə vuruqlara ayıraq. 2-yə bölürük 70, 2-yə bölürük 35, 5-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. Deməli, baxın, fikir versə, bu 140-ın sadə vuruqları 2, 2, 5, bir də 7-dir. Yəni, bu kəsirin sonlu olması üçün ancaq 2 və 5-lər olmalıdır. Baxın, burada bir 7 vuruğu var. Bu 7 vuruğunu biz
belə deyim də, aradan qaldırmalıyıq. Bunun üçün surətdə 7-yə bölünən ədədlər yazsaq, o surətdəki ədədlə məxrəcdəki ədəd 7-yə ixtisar gedər və məxrəcin sadə vuruqları ancaq 2 və 5-lərdən ibarət olar. İndi biz məxrəcə 140 olan düzgün kəsrlərin sayını tapaq. Baxın, məxrəcə 140 olan düzgün kəsrlər 140-da 1-dən başlayır, 140-da 139-a qədər davam edir. Deməli, 139 dənə düzgün kəsr var. Biz surətə 7-yə bölünən ədədlər yazmalıyıq. Deməli, 1-dən 139-a qədər 7-yə bölünən ədədlərin sayını tapsaq, deməli, məsələni həll etmiş oluruq. 1-dən 139-a qədər 7-yə bölünən ədədlərin sayını tapmaq üçün 139-u 7-yə bölürəm. Burada deməli, neçə düşər? 13-də 7 bir dəfə, 69-da 7 9 dəfə. 19 düşər, deməli, qalar 6. 19 dənə, deməli, 7-yə bölünən ədəd var. Deməli, mən surətdə 7-yə bölünən ədədlər yazacağam və o surətdəki ədədlə məxrəcdəki ədəd, yəni bu 140 7-yə ixtisar gedəcək və məxrəcin sadə vuruqları 2 və 5-lərdən ibarət olacaq. Deməli, məxrəcə 140 olan 19 dənə kəsri, yəni düzgün kəsri sonlu onluq kəsri şəklində göstərmək mümkündür. Burada doğru cavab 19-dur. Baxaq 19-a. ABC düzbucaqlı üçbucağında bucaq BAC 90 dərəcə. BD bərabərdir DF, burada verib. YF bərabərdir YS'yə 6-dır. AD 3/3'dür. Deyir, AY parçasının uzunluğunu tapın. Yəni bu X'i biz tapmalıyıq. Burada bizə verib ki, BD ilə DF bir-birinə bərabərdir. Deməli, baxın, bu BDF üçbucağı bərabər yanlı üçbucaqdır. Deməli, oturacağı bitişik bucaqlar bərabərdir. İndi mən burada bu bucağı alfa götürürəm. Deməli, bu bucaqda olacaq alfa. Həm də deyir, YF ilə YS bir-birinə bərabərdir. Bu tərəflər də bir-birinə bərabərdir. Deməli, YFC üçbucağı da bərabər yanlı üçbucaqdır. Onda bucaqlarını buranı beta götürürəm. Deməli, burada beta olacaq. Oturacağı bitişik bucaqlar bərabərdir. İndi böyük üçbucağa baxaq. A, B, C düzbucaqlı üçbucağında bir bucağı 90 dərəcədir bu bucaq. Digər bucaqlar alfa ilə betadır. Yəni, iti bucaqların cəmi olmalıdır 90 dərəcə. Alfa ilə betanın cəmi 90 dərəcədir. İndi burada baxaq. Alfa, beta, bir də bu ortadakı bucaq var. Baxın, bu bucaq. Bu bucağı mən götürürəm qamma bucağı. Bu 3 dənə bucağın cəmi 180 dərəcə olmalıdır. Çünki bir düz xətt üzərində, yəni açıq bucaq 3 dənə bucağa bölünüb. Alfa, qamma, beta. Bunların da cəmi olmalıdır 180 dərəcə. Buradan yazaq. Alfa ilə betanın cəmini mən bilirəm 90 dərəcə. Gətirib burada yerinə yazacağam. Olacaq 90 plus qamma bərabərdir 180 dərəcə. Buradan alıram ki, qamma bərabər olur 90 dərəcə. İndi mən buradan silib yazacağam. Qammanı bu bucaq götürmüşdüm də. Baxın, bu bucağı mən aldım 90 dərəcə. Gətirib buradan yazaq. Deməli, DFY bucağı da düz bucaq. Yəni 90 dərəcədir. Buradan işarə edək 90 dərəcə. İndi burada bir əlavə iş görməliyik. D ilə Y-ni birləşdirək. D ilə Y-ni birləşdirsək, deməli DYF düzbucaqlı üçbucaq olacaq. Çünki bir bucağı 90 dərəcədir. DY olacaq hipotenuz. Çünki katetləri 4 6-dır. Düzbucağın qarşısındakı tərəf DY-dir. Biz buradan Pifagor teoreminə görə DY-ni tapaq. DY olacaq kök altında katetlərin kvadratlarının cəmi, yəni 4-ün kvadratı 16, 6-nın kvadratı 36. Olacaq kök altında 52. Bu qalsın belə. İndi biz ADY üçbucağına baxaq. Baxın, bu üçbucağa baxaq. Bu da düzbucaqlı üçbucaqdır. Katetləri 3 kök altı üstü, bir də x-dir. Hipotenuz da DY-dir. Yəni tapmışıq kök altında 52-dir. Burada da Pifagor teoremini tətbiq edək. Olacaq x-in kvadratı. Üstə gəlsin 3 kök altda 3-ün kvadratı bərabər olmalıdır DY-nin kvadratına. Yəni DY də kök altda 52-dir. Bunun kvadratına. Olacaq x-in kvadratı üstəcə 3 kök altda 3-ün kvadratı olacaq 9 vurulsun 3 27. Kök altda 52-nin kvadratı da elə 52-dir. Buradan x kvadratını tapsaq 52-dən 27-ni çıxmalıyıq. X kvadratı bərabər olacaq 25-ə, x də bərabər olur 5-ə. Bizdən yəni AY parçasını soruşurdu. AY elə x idi, yəni doğru cavab 5-dir. Baxaq 20-yə. 20-də deyir ki, 2 fəhlə işi birlikdə 4 saata. Birinci fəhlə isə təşkildə 6 saata yerinə yetirir. İkinci fəhlə təşkildə bu işi neçə saata yerinə yetirir? 2 fəhlə birlikdə işi 4 saata yerinə yetirirsə, 1 saata, baxın 1 saata ikisi bir yerdə işin 4də 1 hissəsini yerinə yetirəcəklər. Birinci fəhlə, buradan yazaq, birinci fəhlə. İşi təşkildə 6 saata yerinə yetirirsə, 1 saata işin 6da 1-ni yerinə yetirəcək. İkinci fəhlə. Tutaq ki, işi A saata yerinə yetirir, yəni buradan A saata. 1 saata işin A'da 1 hissəsini yerinə yetirəcək. İndi baxın, ikisi bir yerdə işin 4də 1-ni yerinə yetirir. Birinci fəhlə 1 saata 6da 1-ni, ikinci fəhlə 1 saata A'da 1-ni yerinə yetirir. Yəni, biz buradan tapırıq ki, 6da 1 ilə A'da 1-i toplasaq, 4də 1-ə bərabərdir. Buradan 1 bölünsün A bərabərdir. 6da 1-i keçiririk sağ tərəfə. Olacaq 4də 1 çıxılsın 6da 1. 1 bölünsün A bərabər olacaq. Bunları ortaq məxrəcə gətirsək olacaq 12-də 3 çıxılsın 12-də 2 olur 12-də 1. 1 bölü A 12-də 1-dirsə A olacaq 12-yə. Deməli, ikinci fəhlə təşkildə işi 12 saata yerinə yetirir.
Doğru cavab 12-dir. Baxaq 21-ə. Deyir ki, tərəfləri 5 sm, 6 sm, 8 sm olan üçbucağın böyük tərəfinə çəkilmiş medianının uzunluğunu tapın. Bir dənə üçbucaq çəkək burada. Aha. Tərəfləri olsun 5, 6, bu da olsun 8. İndi böyük tərəfə çəkilmiş median deyir. Ona görə 8 sm olan tərəfə bir median çəkirik. Bu olsun M. M'in uzunluğunu tapmalıyıq. M'in uzunluğunu tapmaq üçün bizim bir dənə düsturumuz var idi. Yəni tərəfləri A, B, C olan üçbucağın C tərəfinə çəkilmiş medianı MC bərabərdir 2'də 1 kök altında 2A'nın kvadratı üstəgəl 2B'nin kvadratı çıxılsın C kvadratı. Baxın bu düsturla yerinə yetirilir. İndi biz də C tərəfinə çəkilən, yəni bu M medianını tapaq. Eyni düsturdur. Gətirək yerinə yazaq. 2'də 1 kök altında. 2 vurulsun A 5'dir də 5'in kvadratı. Üstə gəlinsin. 2 vurulsun B 6'dır. 6'nın kvadratı. Çıxılsın C'də 8'dir. 8'in kvadratı. Olacaq 2'də 1 kök altında. 5'in kvadratı 25. 2'yə vursaq olacaq 50. Üstəgəl 6'nın kvadratı 36. 2'yə vursaq 72. Çıxılsın 8'in kvadratı da 64. Bərabərdir 2'də 1 kök altında olacaq 58. Böyük tərəfə çəkilmiş medianın uzunluğu olur kök altında 58 bölünsün 2. Baxaq 22-yə. Deyir ki, diaqramda 4 ay ərzində satılan məhsulun hissələri verilib. Mart ayında 60 ton məhsul satılıbsa, yanvar ayında neçə ton məhsul satılıb? Deməli, baxın, dairəvi diaqram hissələrlə verilib. Hissələrlə veriləndə biz bütöv dairəvi diaqramı bir götürürdük. İndi baxaq görək yanvar ayına neçə hissə uyğun gələcək. Yəni bu 3 dənə hissəni toplayıb 1-dən çıxacağım. Yəni 1 çıxılsın olacaq 4'də 1 üstəgəl 12'də 5 üstəgəl 8'də 1. Bərabərdir 1-dən çıxmayıb. Bunlara ortaq məxrəc olacaq 24. 24'də 6 plus 10 plus 3. Olacaq 1 çıxılsın 24'də 16 3 19. 1 24'də 24, 24'də 24'dən 24'də 19'a çıxırıq, olur 24'də 5. Deməli, baxın, yanvar ayına 24'də 5 hissə uyğundur. İndi baxaq. Mart ayında 60 ton məhsul satılır. Mart ayı hansı hissəyə uyğundur? Deməli, 12'də 5 hissəyə uyğundur. Gələk tənasüb quraq. 12'də 5 hissə uyğundur 60'a. Yanvar ayı 24'də 5'dir. 24'də 5 hissə görək neçəyə uyğundur? X-ə. 12'də, yəni 12'də 5 hissəyə uyğun, yəni Mart ayında 60 ton satılıb. Yəni 12'də 5 hissə uyğundur 60 ton məhsul. 24'də 5 hissə görə neçə ton məhsula uyğundur? Yəni X ton. İndi burada çarpaz vurub yazırıq. Olacaq 60 vurulsun 24'də 5 bərabərdir 12'də 5 vurulsun X-ə. Buradan X-i tapmaq üçün 60'ı 24'də 5'ə vurub bölməliyik 12'də 5'ə. 12'də 5'ə böləndə də tərsinə çevirib vururuq. Olur 5'də 12. 5 ilə 5 ixtisar gedir. 12 ilə 24 ixtisar gedəndə bura düşür 2. 2 ilə də 60'ı ixtisar etsək bura düşəcək 30. Olur 30. Deməli yanvar ayında 30 ton məhsul satılıb. Baxın 30 olur. Baxaq 20-cə. Deyir ki, ABC üçbucağında CN və BN medianlar. CN perpendikulyardır BN-ə. BC bərabərdir 17. Buradan yazaq. BC 17'dir. CN 4'dür. Bura 4'dür. Olarsa CN parçasının uzunluğunu tapın. CN'i tapmalıyıq. Bilirik ki, üçbucağın medianları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölünür. İndi baxaq, BN median olduğuna görə, yəni bura 2K'dır, burada K'dır. Yəni BC 2K'dır, CN də K'dır. İndi K 4'dürsə, yəni CN 4'dürsə, BC olacaq 2 vur 4 8. Yəni bura 4'dürsə, bura olacaq 8. BC də 17'dir. Buradan yazaq. İndi burada düzbucaqlı üçbucağa baxırıq. Baxın, bu düzbucaqlı üçbucaqda. Çünki BC perpendikulyardır CM-ə. Yəni medianlar bir-birinə perpendikulyar olduğuna görə baxın, bu bucaq düzbucaq olacaq. BCC də düzbucaqlı üçbucaq olacaq. BC katetdir, BC hipotenuzdur, CC də katetdir. İndi Pifagor teoremini tətbiq edək. Olacaq CC-ni tapaq əlbəttə. CC bərabərdir kök altında 17'nin kvadratı 289, çıxılsın 8'in kvadratı, yəni 64. Olacaq kök altında 225. Buradan da 15 çıxır. Yəni CC-ni tapdıq. CC oldu 15. İndi baxın bu üçbucağa baxaq. NCS üçbucağında. Bu üçbucaqda düzbucaqlı üçbucaqdır. Çünki perpendikulyar olduğuna görə bu bucaq 90 dərəcədir. NCS bucağı 90 dərəcədir. Yenə Pifagor teoremini tətbiq edək. NC-ni tapaq. NC hipotenuzdur. NC bərabər olacaq. Katetlərin kvadratlarının cəmi, yəni 15'in kvadratı üstə gəlsin 4'ün kvadratı. Olacaq kök altında 225 üstə gəlsin 16. Olur kök altında 241. Bizdən elə CN-i soruşurdu. CN olur kök altında 241. Baxaq 24-cü məsələyə. Deyir ki, 3,8 dövrdə A bərabərdir. 6'da 23 bərabərliyindən A-nı tapın. Buradan yazaq. 3,8 dövrdə A bərabərdir. 6'da 23. Deməli, baxın, bu adi kəsri, yəni surəti məxrəcə bölüblər. Sonsuz dövrü onluq kəsr alıblar. Bunu da qısaca yazanda, yəni qarışıq dövrü onluq kəsr, yəni sol tərəf alınıbdır.
İndi biz burada nə edək? 6-da 23-ü biz də surəti məxrəcə bölək. 23-ü bölürük 6-ya. 23-ü 6-ya bölsək düşəcək 3. 6-nı 3-ə vururuq 18. 23-dən 18 çıxsaq 5. Burada vergül yazıb 1 0 düşürük. Çünki 23-dən sonra rəqəm yoxdur. Yəni vergül 0 0 0 0. Yəni sonsuz sayda sıfırlar var bunun sonunda. Vergülü yazıb 1 0 düşürdük. 50-də 6 8 dəfə yerləşir. 6-nı 8-ə vururuq 48. 50-dən 48 çıxırıq 20. 50-dən 48 çıxır 2 olur. 0-ın 1-ini düşürürük, olur 20. 20-də 6 3 dəfə yerləşir. 3-ü 6-ya vursaq 18. Çıxırıq 2. 0-ın 1-ini də düşürsək, 20-də 6 3 dəfə yerləşir, olur 18. Çıxırıq 2. 0-ın 1-ini də düşürsək, 20-də 6 3 dəfə. Yəni biz bu bölməni davam etdirsək, görərik ki, baxın 3 3 3 3 sonsuza qədər gedəcək. Çünki burada sonsuz sayda 0 var da, yəni vergüldən sonra sonsuz sayda 0 var. Yəni bölməni davam etdirəndə bu 3 sonsuza dək təkrarlanacaq. Olacaq belə. 3 tam 10'da 8, 3, 3, 3, 3. Baxın, belə davam edir. Bunu da biz qısa şəkildə yazsaq olacaq. 3 tam 10'da 8, dövrdə 3. Yəni, təkrarlanan rəqəm və ya rəqəmlər qrupunu biz mötərizədə yazırdıq. Bu oldu qarışıq dövrü onluq kəsir. Bizdə də burada verib də 3 tam 10'da 8, dövrdə A. Deməli, buradan alırıq ki, baxın, bu şəkildədir. Burada A'dır. Hə, buradan alırıq ki, A bərabər olur elə 3'ə. Doğru cavab 3'dür burada. Baxaq 25'ə. Deyir ki, sinifdəki şagirdlərin 4də 3 hissəsini oğlanlar təşkil edir. Oğlanların 5də 1 hissəsi əlaçıdır. Əlaçı olmayan oğlanlar 15 nəfər olarsa, sinifdə neçə şagird var? Deməli, sinifdəki şagirdlərin sayını x götürək. Buradan yazaq. Şagirdlərin sayı olsun x. Deyir, sinifdəki şagirdlərin 4də 3 hissəsini oğlanlar təşkil edir. Onda oğlanların sayı olacaq x-in 4də 3 hissəsi. Yəni, olacaq 4də 3 vurulsun x-ə. Deyir, oğlanların 5də 1 hissəsi əlaçıdır. Əlaçı oğlanların sayını tapaq. Əlaçı oğlanlar. Əlaçı oğlanların sayı. Deyir, oğlanların 5də 1 hissəsi. Yəni 4də 3x-in 5də 1 hissəsi. Vururuq 5də 1-ə. Burada olur, deməli, 20də 3x-ə. Deyir ki, əlaçı olmayan oğlanlar 15 nəfər olarsa. Oğlanların sayı 4də 3x-dir. Əlaçı oğlanların sayı 20də 3x-dir. Deməli, mən oğlanların sayından əlaçı oğlanların sayını çıxsam, elə əlaçı olmayan oğlanların sayını alırım. Bu da elə 15-dir. Yəni, 4də 3x-dən çıxsam 20də 3x-i almalıyam 15-i. Tənliyə həll etsək, burada ortaq məxrəcə gətiririk. Olur 20də 15x çıxılsın 20də 3x bərabər olur 15-ə. Olacaq 20də 12x bərabər olur 15-ə. İxtisar etsək 4-ə. Düşür 5də 3. 5də 3x bərabər olur 15-ə. X də bərabər olur 15 bölünsün 5də 3. İkinci kəsri tərsinə çevirib vururuq. Olur 15 vurulsun 3də 5. İxtisar edirik 3-ə. 5-i 5-ə vursaq olacaq 25. Deməli, sinifdə 25 şagird var. Doğru cavab 25-dir.